Salam benim kanalımın seyirciləri. Mənim atam 90 ili geride qoymuş insandı. Hələ en yaxınlarımdan eşitmişəm ki, atamın yağ dağıldı, bal dağıldı, vecinə olmayan insan olub. Özüm o yaşadığının yarısını yaşayandan sonra başa düşmüşəm ki, bu insan həyat adlanan oyunu dərk eləmiş dərin insandı. Çünkü bizim bütün sıkıntılarımız sosial təbəqənin en aşağı pilləsini götürsün. Gedib 20 yanvarda dilənən dilənçidən də soruşsun ki, nə dərdim var? Deyəcək, xeyr ola, mənim oğlum Qalenvagen sürmür, qızım niyə görə universitetə daxil olmadı, ayaqqabım cırılıb. Yani biz elə şeylər özümüzə dərd eləyirik ki, necə deyərlər, reallıqdan çox düşüncələrimizdə əziyyət çəkirik. Və ələ xüsusda mən niyə xəstələnməliyəm, mən niyə xəstələnməliyəm? Qardaşım, sən 2 dəfə müharibə görmüsən də. 91, 92, 93 yaşamısan. İndi ikinci müharibədə qalibiyyətin dillərdə səslənir, ha, biz qalib xalqıq. Biz hələ onu tam emal eləyib dərk eləməmişik. Biz qalib xalq nədir? O bizim əslində sağalmağımıza, yaramıza bir dərman kimidir ki, çünki ömrü boyu o 93'dən bir yana şəhidlər xiyabanını görəndə, məcburi köçkünləri görəndə o yara idi ki, bizdən 3 dəfə az xalq 20% torpağımızı alıb filanməsi. Yəni, söhbətimin məğzi o deyil. Söhbətimin məğzi odur ki, biz egomuz səbəbindən, egoizmimiz səbəbimizdən mən xəstələnməməliyəm. Mənim hər şeyim olmalıdır. Övladlarım xoşbəxt olmalıdır. Atam, anam çox yaşamalıdır. Canım gözüm, sən nə mələksən, nə də Allahsan. Gildən yaradılmışsan sən. Gildən yaradılmışsan, əlbəttə ki, sənin sosial problemlərin olmalıdır. Daha bunu, hətta o deməyə qorxuram, mənəvi problemi olanlar da var. Yəni özünü üzüb, düşüncələrində məncələyə salıb məhv eləmədə. Sut человека, insanıq da biz, bu xəstələnməliyik də, şad günümüzdə olur, kədərli günümüzdə olur. Onu pik həddə çatdırıb, agresiyanın son həddindəki niyə belə olmalıdır, ən çox bizi məhv eləyən odur. Bu qədər özümüzdən müğayət olun.